Rusiyada Azərbaycanlı kriminallar arasında yenidən savaş başladığı haqda xəbərlər artmağa başlayıb. Rusiya mediası yazır ki, savaşda qanuni oğru Ülfət Tağıyev, Rufo Gəncınski, Namiq Caniyev, öldürülmüş qanuni oğru Rövşən Caniyevin qardaşı və Zaur Əhmədov, Rövşənin qohumu birgə fəaliyyət göstərirlər. Onlara qarşı duran tərəf isə Namiq Səlifov, öldürülmüş qanuni oğru Nadir Səlifovun qardaşı və ona dəstək verən kriminal general Vaqif Süleymanovdur. Vaqif diplomat. Vaqif diplomat ləqəbi ilə tanınan kriminal avtoritet Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində Azərbaycan mafiyasının ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur. Musavat.com Publika azda istinadla xəbər verir ki, 2001-ci ildə taclandırılan Vaqif Süleymanov biznes və ticarət sahəsindəki fəaliyyəti ilə də tanınır. Vaqif Mədədoğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis ya da Marneolidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb. Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə o, hələ cavan ikən həbsxanaya düşsə də azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun tac qoyma mərasimində Nardaranlı Mir Seymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed Qoca iştirak ediblər. Mənbənin sözlərinə görə 2024-cü ildən başlayaraq Namiq Səlifov və Vaqif Süleymanovun silahlıları Moskvada, eləcə də Rusiyanın digər bölgələrində Rufonun adamlarını sıxmağa başlayıblar. Məsələn, Rufonun adamı Qazaxıstanda vəhşicəsinə döyülüb. Bütün bu qarşıdurmalar təkcə döyülmələrlə deyil, həm də atışma və sui-qəsd cəhdləri ilə müşayiət olunur. Nəticədə Rufo Rusiyanı tərk etmək məcburiyyətində qalıb və onun hazırda Misirdə olduğu deyilir. İddia olunur ki, güya Ülfət Tağıyev bu ölkədə özünü təhlükəsiz hiss etmir və İrana köçmək üçün danışıqlar aparır. Bildirilir ki, Rufo və Rövşən Caniyevin yaxınları Lotu Qulinin qardaşının başına $5 milyon mükafat vəd ediblər. Namiq Səlifovun da analoji məbləğdə mükafatı Rufonun başına qoyduğu deyilir. Rufo Gəncınski 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub, mərhum qanuni oğru Rövşən Caniyevin, Lənkəranski ən yaxın adamlarından sayılırdı. Gəncınski 2012-ci ildə Dubayda, Lənkəranskinin Moskvada hökmranlıq edən Detxasan klanı ilə qarşıdurmanın qızğın vaxtında qanuni oğru adı alıb. 2013-cü ilin sentyabrında Din və Əftəha İdarəsinin əməkdaşları tərəfindən Moskvada saxlanılıb. O, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib. 8 illik cəzasını çəkdikdən sonra onun Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi. Etibarlı mənbələrdən sızan məlumata görə Rufonun deportasiyası ilə bağlı hüquq mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və bir müddət Moskvada yaşayıb. Tağıyevin rusca danışmaqda çətinlik çəkdiyi haqda da yazılır. Gülməli bir əhvalat var ki, Gürcü qanun oğru Badri Kvejoyeviç Rufoya aktual məsələləri müzakirə etmək üçün zəng edib. Rus dilini zəif bildiyi üçün bir neçə dəfə həmsöhbətinə əzizim deyə müraciət edib. Kvejoyeviç bundan inciyərək telefonu qapadıb. Primecrim'in saytı isə yazır ki, Ülfət Tağıyevin yaxın adamı Elçin Saatlinski Azərbaycanda saxlanılıb. O, 2020-ci ildə Nadir Səlifovun Lotu Quli qətlində, 2023-cü ildə isə onun qardaşı oğlu Məhəmməd Qurbanova Maqarustavski qarşı sui-qəsdə əli olub. Bildirilir ki, qanuni oğru Elçin Saatlinski sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanılıb və hazırda istintaq təcridxanasındadır. Həmçinin onun üzərindən 3 kg amfetamin götürülüb. Lotu Qulinin bacısı oğluna sui-qəsd sentyabrın 19-da İstanbulda baş verib. Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları olan 2 mühafizəçisi ilə hərəkət edərkən ona atəş açılıb. Onun mühafizəçilərindən biri öldürülüb, digəri isə yaralanıb.